Ramiz Mehdiyev işində Əli Kərimli epizodu üzrə son ciddi detallar bəlli olub. Belə ki, Ramiz Mehdiyevin dövlət hakimiyyətinin zoraki yolla ələ keçirilməsinə yönələn əməlləri ilə bağlı cinayət işi gedişində müxtəlif şəxslər, o cümlədən Əli Kərimli istintaqa cəlb olunub. Hazırda cinayət işi üzrə müxtəlif şəxslərin dindirildiyi bəllidir. Sorğulanmalardan məlum olur ki, senarisi Rusiyada yazılmış əsas şübhəli sövdələşmələr məhz 2012-13-cü illərdə başlayıb. Ramiz Mehdiyevin yaxın dostu Azərbaycana qarşı fəaliyyəti dəfələrlə ifşa olunsa belə, müdafiə etdiyi Abbas Abbasov 2012-ci ildə Rusiyada hamını milyarderlər ittifaqı kimi tanıdığı Rusiya-Azərbaycan Təşkilatları İttifaqını yaradır. İbrus şirkətinin sahibi Rüstəm İbrahimbəyov isə Abbas Abbasovla birgə milyarderlər ittifaqının koordinasiya şurasının üzvü olur. Bundan dərhal sonra Rüstəm İbrahimbəyov missiyası üzrə Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəylini başına yığıb milyarderlər ittifaqının kapitalı ətrafında Milli Şura yaradır. Əli Kərimli isə tənəzzül etmiş AXCP-nin, belə ki, Rusiyada yaşayan Rüstəm İbrahimbəyovun yaratdığı Milli Şuranın alətinə çevirir. Hamiyə məlum olan bu hadisələrin daha dərin dəlilləri isə şok edici telefon danışıqları üzrə çıxdıqdan sonra araşdırılan Ramiz Mehdiyevin evindən çıxıb. Məsələnin bir maraqlı tərəfi də odur ki, qeyd olunan kapital sonrakı illərdə AXCP adından Əli Kərimlinin öz evinə axıb. Bir qismi ixtişaşlara cəlb olunan şəxslərə təklif olunub və s. Xeyli vaxtdır çoxlarının diqqətini çəkirdi ki, Əli Kərimlinin fasiləsiz mitinqləri məhz Ramiz Mehdiyevin vəzifədən getməsi ilə eyni vaxtda tarixə qovuşub. Daha əvvəl mətbuatda yayılan məlumata əsasən DTX-nın AXCP sədri Əli Kərimlinin evində apardığı axtarış zamanı evindən milyarderlər ittifaqı ilə əlaqəyə dair materiallar Ramiz Mehdiyev tərəfindən yazılmış məktubun mediada olmayan ilkin redakta variantı, sair sənədlər tapılır. DTX-nın faktlarla təsdiqlənməyən qeyri-ciddi söhbətlərə baş qoşmadığı məlumdur. Araşdırmalar zamanı o faktda tam təsdiqini tapıb ki, Əli Kərimlidən geri qalmaq istəməyən Gültəkin Hacıbəyli də öz haqqını əldə etməyi bacarıb. Məsələn, Bakıda və Goranboyda daşınmaz əmlaklar formasında Ramiz Mehdiyevin kürəkəni İlham Əli Səfdəroğlu Əliyevin sahibi olduğu sonuncunun qardaşı oğlu Orxan Fikrətoğlu Əliyevin isə qanuni təmsilçisi olduğu NLT MMC tərəfindən inşa edilmiş Bakı şəhəri Nəsimi rayonu Dilarə Əliyeva küçəsi 251 A nömrəli 15 mərtəbəli binada Gültəkin Hacıbəyliyə gizli şəkildə 2 müasir mənzil hədiyyə edilib. Həmin mənzillərdən biri Gültəkin Hacıbəylinin atası Yunis Hacıyevin adınadır. Söhbət həmin ünvanda yerləşən 179,4 kvadrat metr sahəsi olan 183 nömrəli mənzildən gedir. Gültəkin Hacıbəyli sözgedən mənzili hazırda yüksək məbləğə kirayə verib. Məhz Gültəkin Hacıbəylinin aylıq vəsaitləri haralardan gələcəkmiş kimi həmin binanın 13-cü mərtəbəsində Gültəkin Hacıbəyliyə xüsusi xidmətlərinə görə Boz Kardinal tərəfindən bağışlanan digər mənzil isə Gültəkin Hacıbəylinin başçısı Aytən Hacıyevanın adına rəsmiləşdirilib. 178,18 kvadrat metr sahəsi olan 4 otaqlı mənzil isə Gültəkin Hacıbəyli özü tək yaşayır. Qeyd olunanlar nə Ramiz Mehdiyev və ailəsi, nə də Gültəkin Hacıbəyli və ailəsi tərəfindən təksib olunmur.